Bugün Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın doğum günüdür. Ləman 26 yaşını İstanbulda əməliyyat olunduğu və hazırda müalicə aldığı xəstəxanada keçirib. Qeyd edək ki, bir neçə gün əvvəl Ləman Qulamovanın nənəsi nəvəsinin səhhətinin yaxşı olmadığını, Türkiyədə 3 dəfə robotik əməliyyat olunduğunu deyərək yardım istəyib. Xatırladaq ki, ötən ilin noyabrında Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır. Əziz izləyicilərim, bu özəl günümü sizinlə bölüşürəm. Bizim Azərbaycanımızın bir neçə dəyərli aparıcıları var. Rəqqasə Fatimə Fətəliyeva bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, rəqqasə sənətçiləri evində qonaq edib. O, evdəkilərə salam verilişinin çəkilişi üçün məşhurları evinə yığdığını vurğulayıb. Qeyd edək ki, Fatimə bir müddət əvvəl bağını sökdürüb və yenidən tikdirib.